Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub. Məlumata görə 44 yaşlı Emin Nəsmullah oğlu Cəlilov öz evində güllələnərək qətlə yetirilib. Onun qohumu 37 yaşlı Rafiq Həbibov tərəfindən öldürüldüyü bildirilir. Kişi gəlib namaz qılmağa, damda güdüb vurub, qəfil arxadan vurub. Kişini arxadan vurmazla 3-4 gün bundan əvvəl cibinə pul qoyub ki, kasıb adamsan, yetimsən, dəmir yığan idi, mərhumunun qohumu bildirib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.